Qədim Misir, ikinci hissə. Əziz abituriyentlər, müdavimlər və sertifikasiya hazırlaşan müəllimlər. Hər birinizi salamlayıram. Qədim Misir dövlətinin ikinci hissəsi ilə bağlı olan videomu sizinlə paylaşıram. Qədim Misir dövləti. Vahid Misir dövləti eramızdan əvvəl 4-cü minilliyin sonunda yarandı. Misirin ilk paytaxtı Memfis şəhəri idi. Misirdə hökmdarlar Firon adlanırdı. Fironlar bütün hərbi və dini işlər onların əlində idi. Canişinlər təyin edirdi ərazilərə. Bundan başqa inşaat işləri onun adı ilə bağlı idi. Ölkədə qeyri-məhdud hakimiyyətə malik idi. Bütün hakimiyyət onun əlində cəmləşirdi. Kahinlər Fironu Günəş oğlu adlandırırdılar. Fironun ən yaxın köməkçisi Çati idi. Çati vəzifəsinə Firon öz evladlarını təyin edirdi. Özəlliklə də oğul evladlarını. Çatinin səlahiyyətlərinə daxil idi məhkəmə, Firon dəftərxanası, ölkənin təsərrüfat həyatı və dövlət xəzinəsinə rəhbərlik. Kahinlər Fironu Günəş oğlu adlandırırdılar və Fironların dini və hərbi gücünü hər yerə yayırdılar. Həmçinin onlar inanırdılar ki, Firon hakimiyyətini Tanrıdan alır, Firon Tanrının yer üzərindəki kölgəsidir. Məmurlar isə vergi toplanmasına, təsərrüfatın qayda qanunlarına, həmçinin əkin sahələrinin deməli dəqiq belə deyək paylanmasına nəzarət edirdilər. Məmurlar, mirzələr, yəni dəftərxana işçiləri, həmçinin kahinlər məktəblərdə dərs də deyirdilər. Məmurlar savadlı adamlardan seçilirdi. Misirdə ilk yazı növü şəkli yazı olmuşdur və onu Şumerlərdən almışlar. Daha sonra hieroglif yazı meydana gəldi. Hieroglifləri müqəddəs işarələr adlandırırdılar. Misirlilər ilk əvvəl daş, ağac, dəri və papirus üzərində yazırdılar. Lakin papirus az tapıldığı üçün, çox baha olduğu üçün və gec ərsəyə gəldiyi üçün Misirlilər mum lövhələr və qab qırıqları üzərində yazmağa başladılar. Misir, Şumer, Albaniya və Hindistanda möhürlər var. Misir, Şumer, Hindistan onluq hesab sistemindən istifadə etmişdir.